Hamınızı salamlayıram. Düşünürəm ki, artıq siz bugün kifayət qədər bilgi aldınız deyə artıq özümüz bilgi ötürməyə meyilliyik, danışmaq istəyirik. Amma həm də düşünürəm ki, proqramın sonudur. Mən sizinlə yəqin ki 5-7 dəqiqə danışmaq olacağam. Xan Nəşriyyatının direktoru Səbuhi Şəhmursoy eyni zamanda Hədəf Nəşrlərinin istehsalat naşiri və bizim yəqin ki şübhə etmirəm ki, siz hər biriniz Hədəf Nəşrlərinin tanıyırsınız. Hardasa təhsil yolunda, iş yolunda Hədəf Nəşrlərlə sizin yolunuz kəsib. Və eyni zamanda bizim birinci səhifəyə gələrsiz zəhmət olmasa. Eyni zamanda bizdə deməli dərsliklərlə bərabər bədii nəşrlər, Xan Nəşriyyatının deməli nəşrləri olur. Bu Balabilgə nəşrləri belə deyək, brendi altında 60-dan çox kitab var. Amma mən sizinlə birinci səhifəyə zəhmət olmasa, pultuna işlədə bilirik. Deməli, yəqin ki bir həkim üçün siz bioloji varlıqsınız, bir sosioloq üçün, bir psixoloq üçün sosioloji varlıqsınız. Amma bir uşaq üçün, ümumiyyətlə bir müəllim adına, bir naşir adına insan emosional varlıqdır. Yəni, biz istəsək də, istəməsək də bilgilərin əksəriyyətini danışıqla yox, hisslərimizlə qavrayırıq. Ümumiyyətlə, dünyanı daha çox hisslərimizlə qavrayırıq. Bunu bir çox klinik araşdırmalar da sübut eləyir. Ona görə də istər-istəməz bizim uşaqlara nə dediyimiz yox, nə kitab göstərdiyimiz yox, əsasən nə etdiyimiz maraqlıdır. Uşaqlar bizi təkrarlamağa çalışırlar həmişə. Biz özümüz onlar üçün ən yaxşı bələdçi, ən yaxşı nümunəyik. Yəni, biz onlar üçün bir nümunə maketiyik, belə deyək. Çünki uşaqlar bizi təkrarlamağa çalışır. Amma bununla bərabər bizim təhsil yolumuzda əlbəttə düzgün vəsaitlər olmasa, biz həmin o emosional, belə deyək, dərslərin necə qurulduğunu tam anlaya bilmərik. Bu mənada Hədəf Nəşrləri əsasən ixtisaslaşdığı erkən inkişaf və məktəbəqədər təhsil mövzusunda kifayət qədər güclü, həm də sizin üçün ən maraqlı olan o praktik vəsaitlər təqdim eləyir. Mənlə başlayayım, tez-tez üstündən keçməyə çalışacağam ki, onları siz də tanıyasınız. Deməli, cubbulu meyvələr, yəqin ki, bilirsiniz, uşaqlar meyvələri çox sevir. Hərəsinin müxtəlif sevdiyi meyvələr var. Biz də burada, bu setdə müxtəlif kəsimlərlə, meyvəyə oxşar kəsimlərlə, deməli, dərsliklər, əsasən 3 yaş, deməli, üstəgəl etiketi ilə dərsliklər, vəsaitlər təqdim eləmişik. Burada siz 3 yaş, deməli, yaşlı, 4 yaşlı uşağa əsasən maraqlandığı şeylərlə bağlı çox sadə, çox belə rahat tapşırıqlarla tanış ola bilərsiniz. Bunun içində həm də kəs yapışdır, motorikaya, deməli, dəstək verən tapşırıqlar da olacaq. İkincisi, dünya səviyyəli, həm də böyük bir çox mükafatlar laureatı bir set var burada, plastinlə oyun seti. Ana Michel Malaqan Arias'ın müəllifi olduğu setdir. Bu setdə isə 4 cür deməli tematikalı, bağça dünyası, su dünyası, meşə dünyası, deməli və ferma dünyası adlı burada həmin deməli tematik heyvanların plastilinlə necə düzəltməsin, əllə necə düzəltməsin öyrədir, detal-detal, addım-addım onları öyrədir və bir neçə hərəsinin içində bir neçə heyvan var. Və bu müəllimin rahat, belə deyək, detalları düzəltməsində həm də müəllimin işini rahatlaşdırır. Onsuz da siz bunları yəqin ki, əsasən bağçada siz onları tətbiq edirsiniz. Çünki uşaqların ən çox sevdiyi oyunlardan biridir plastilini nəsə düzəltmək. Bu dərsliklər, bu vəsaitlər sizə o mənada yaxşı bələdçi ola bilər. 3-5 yaş arası deməli, uşaqlar üçün etiketlənmiş Balabilgə seti var burada. Yəqin ki, görürsünüz, Balabilgə hesablayır, Balabilgə bacarır, aləmi və sınaqlar. Yəqin ki, tematika aydındır adlarından. Bu dərsliklərdən də çox rahatlıqla öz sinifinizdə istifadə edə bilərsiniz. O tapşırıqları hətta da evə edə bilərsiniz, evə tapşırıq stilində.
Bizim hədəf nəşrlərinin bazarda, belə deyək, təhsil ədəbiyyatı bazarında ən populyar dərslikləri görürsünüz hazırda. Əsasən 5-7 yaş üçün məktəbə qədər dərsliklərdir. Bunların hər biri illərin sınağından keçib, hətta 18-ci nəşrə çatan da var. Yəni bir neçə ildir artıq sizin sevimli dərsliyinizdir və düşünürəm ki, bunlardan gənc müəllimlər ən belə deyək, kritik momentdə tanımaz, amma əksər müəllimlər bu dərsliklərdən onsuz istifadə eləyir və kifayət qədər praktik dərsliklərdir. Bu həmin yaş qrupu üçün, həmin dərsliklərin bəziləri də rus sektoru üçün var, görürsünüz hazırda. Əsasən oxuyaq yazaqla bağlı, riyaziyyatla bağlı, bir də ətraf aləmlə bağlı müfəssəl tərcümə olunmuş həmin rus sektoru üçün 5-7 yaş arası üçün deməli dərsliklərdir. Bu yaşlarda, əsasən məktəbə qədər yaşlarda uşaqların sizin sonradan dil kurslarına, dil belə deyək də, sektorlarına ayırmaq üçün əsasən rus və ingilis dili hazırlaşmaq üçün onların söz bazasına ehtiyac olur. Biz burada həmin uşaqların o yaşda əzbərləyə biləcəyi və rahatlıqla anlaya biləcəyi əsasən məişət səviyyəsində deməli, 1000-dən çox söz toplanan bir vəsaitləri görürsünüz hər iki dildə. Hədəf nəşrlərinin daha bir tərcümə layihəsi olan diqqət gücləndirmə dəsti, bu dərsliklər də, vəsaitlər də illərdir bazardadır və yenə də müxtəlif sual modelləri, müxtəlif deməli, əsasən belə deyək, dərsliklərə düşməyən, dövlət dərsliklərində olmayan, amma çox fərqli tip sual tipləri bu diqqət gücləndirmə deməli setinə daxil olan kitablarda var. Əsasən riyazi məntiqdir, amma mütləq məntiq üzərində qurulan tapşırıqlardır. Kodlama oyunları son zamanlar məktəbə qədər təhsildə və ibtidai təhsildə məşhurlaşan kodlama tipli tapşırıqlardır. Bu da 3 deməli yaş kateqoriyasında olur. 3, 4, 5, 6 və 7 üstəgəl etiketi ilə olan kitablardır ki, burada da çox müxtəlif, Morze əlifbasından tutmuş çox müxtəlif sual tiplərinə rast gələ bilərsiniz burada, bu vəsaitlərdə. Əl motorikasını inkişaf elətdirmək üçün ümumiyyətlə çox belə uşaqla maraqlı vaxt keçirmək üçün istər müəllim səviyyəsində, istər valideyn səviyyəsində kəs yapışdır vəsaitləri məncə sizin bu mənada rahatlıqla tövsiyə edə biləcəyiniz vəsaitlərdir. Deməli, bu vəsaitlərdən hər birinizə bizim hədəf nəşrləri sizə deməli hədiyyə eləyib bugün. Mən çox istərdim ki, hər bir müəllim ona verilən hədiyyəni çantadan çıxarsın, əlində tutsun, baxaq görə hamınıza hədiyyə çatıb yoxsa yox. Xahiş eləyə bilərəm onu. Çoxunuza çatmayıb ki. Yox. Hamı qaldırsın zəhmət olmasa. Əla, eşq olsun. Siz bu hədiyyələrdən doya-doya istifadə edin və əlbəttə orada mən sizə bayaqdan göstərdiyim kitabların deməli tövsiyə bir ekspres kataloqu var hər birinizin çantasında. Onlara baxa bilərsiniz və əlbəttə orada göstərilən nömrələrə bizim Sinkod yayın və dağıtım nömrələridir. Orada göstərilən nömrələrə məncə bu sizin artıq müəllim kimi belə daha biznes maraqlı addımınız ola bilər ki, həmin dərslikləri siz topdan satış qiyməti ilə, korporativ qiymətlə həmin Sinkod və Sinkod dağıtım deməli şirkətindən alıb öz siniflərinizdə dərsləri qura bilərsiniz. Burada da həm də sizin maliyyə belə deyək, marağınız təmin oluna bilər. Hər birinizə təşəkkür edirik və öz işlərinizdə, pedaqoji fəaliyyətinizdə uğurlar arzulayırıq və çox ümid edirik ki, hədəf nəşrlərinin bu sizin üçün hazırlanmış bu peşəkar vəsaitləri sizin həqiqətən belə deyək də praktik olacaq sizin siniflər üçün və uşaqlarınızı yaxşı, emosional təhsilə hazırlamaq üçün əlinizdə bu vəsaitlər sizin üçün bir bələdçi olacaq. Çox sağ olun, diqqətiniz üçün.